Salam izləyicilərimiz, mən bugün sizinlə yaş mövzusu haqqında bir məsələnin izahını verəcəm. Məsələmiz belədir. Ananın yaşı qızının yaşının 4 qatıdır. Qızı anasının yaşına gəldikdə ananın 56 yaşı olacaq. Bu halda ananın indiki yaşını tapaq. Deməli biz burada nə edirik? Əvvəlcə gəlin ananın qızın yaşını tapaq. Qızın indiki yaşını x ilə yazırıq. Qızın indiki yaşı x olar və sizə deyir ki, zaman keçdikdən sonra, yəni qız 4 qat olmalıdır. Yəni üstündən 3 il, 3x il keçməlidir ki, 4x yaşına gəlsin. Və buradan da, yəni 3 il keçdikdən sonra alınır 4 yaş. Və 4x tapdıq bu misalımızı. İndi ananı görək necə eləyirik. Ananın indiki yaşı 4x-dir. Ananın indiki yaşını 4x olaraq hesablayırıq. Və qızın indiki yaşı x-dir, ananın isə indiki yaşı 4x-dir. Və 3x il keçdiyinə görə ananın da yaşının üzərinə 3 il keçir. Yəni bu halda biz nə edirik? 3 ilə 4-ü bunu toplayırıq. Burada x-i 1 kimi yazdıq. 1 ilə 3-ü topladıq, 4 oldu. Burada da 3 il keçdiyinə görə 4 ilə 3-ü toplayırıq, 7x tapırıq. Deməli biz əlimizdə aldıq belə bir tənlik. İndi baxırıq. Ananın indiki yaşı 4x-dir. Bu halda bizə verib 56-nı. Yəni ana 56 yaşına gələndə. Ana 56 yaşına gələndə x-i tapmışıq axı 7x. Biz nə edirik? 7 vur x bərabərdir 56 misalını bərabərləşdiririk. Bu halda da x bərabərdir. Vurma olduğuna görə vurma bölməyə çevrildiyinə görə 56-nı biz bölürük 7-yə. Cavabı alırıq 8. Biz tapdıq ki, x 8-ə bərabərdir. Yaxşı, x-in cavabını tapdıq 8. Burada axı bizdən soruşur 4 qatı, qızın 4 qat, yaşının 4 qatıdırsa, bu halda biz nə edirik uşaqlar? Tapdığımız 8 cavabını vururuq 4 qata. Bu deyilir 32. Yəni ananın hal-hazırda 32 yaşı var. İndiki yaşı 32-dir.